Gəlin davam edək növbəti sualına. Vaxt bölünsün, her sorulsun, metrin kvadrat ifadəsinin nəyə bərabər olduğunu tapdıyıq. Mən birinci vatın yerinə ifadəni bu şəkildə yazaram ki, gəlin buradan yazaq. Joule bölünsün saniyə. Üstünü hersin yerinə yaza bilərəm mən. Saniyə üstü mənfi 1 və yaxud da ki, bu şəkildə 1 bölünsün saniyə yazaram. Saniye bir tane burada var ve metrin kvadratı. Metrin kvadratı. Burada saniyelerim gedenden sonra kalar bana. Yol bölünsün metrin kvadratı. Bunu da açık şekilde yazsam. Bu da olacak mənə. Newton bölünsün metr. Cevabımız olacaq 39'da C variantı. Devam edək. 40-cı sualdan devam edək. Elastiklik qüvvəsinin modulunun yayın uzanmasından asılı qrafiki verilmişdir. Alfa bucağının tangensi ədədi qiymətcə hansı ifadəyə bərabər? Deməli, biz burada bilməliyik ki, bucağın tangensi necə tapılır? Bunu bilmək üçün alfa bucağının qabağına belə bir özümüzdən birləşdirsək, biz bilirik ki, burada alınır. Alınan kəmiyyətimiz f-in qiymətidir, burada isə delta f-dir. Deməli, əgər mən tangens alfanı tapıramsa, tangens alfa nəyə bərabərdir? Qarşıdakının bitişi, yəni f-in delta ilə nisbətinə bərabərdir. İndi mən burada f-in yerinə nə yaza bilərəm? F-in yerinə yaza bilərəm ki, burada mən k delta e bölünsün məxrəcim. Məxrəcində də var bir dənə delta e. Delta e'lərim ixtisar gedəcək buradan. Qalacaq məndə nə? Delta e'ləri ixtisar yaparsam qalacaq məndə k. K da mənə nəyi verir? K da bilirəm ki, nədir? Yayın sərtliyi. Deməli, cavabım olacaq D variantı. Növbəti sualdan devam edək. Bir də deyir ki, ipə bağlanmış cismi şaquli müstəvidə çevirə üzrə bərabər sürətlə hərəkət etdirərək A nöqtəsində ipi qırırlar. Cismin atılma nöqtəsindən maksimal h hündürlüyə qalxır. Cismin dövlətmə tezliyini 2 dəfə azaltdıqda o hansı maksimal hündürlüyə qalxar? İndi biz burada baxaq. Gəlin bunu təsvir etməyə çalışaq. Bizə deyir ki, şaquli müstəvidə çevirə üzrə hərəkət edir. Deməli, bu şəkildə bir müstəvim var. Şimdi bunu düz çəkməyə çalışaq. Tutaq ki, bu şəkildə bir müstəvim var. Hərəkətimiz var, bu vəziyyətdir. Mən bilirəm ki, təpə nöqtədə v bərabərdir 0 yazıram, düzdür. Bunu bilirəm. Bu v 0'a gəlib çatana qədər son sürətinin necə hərəkət edir? Bu bərabər yavaşlayan hərəkət olur bu hissədə. Bərabər yavaşlayan olub gəlib 0'a çatır. Daha sonra bu v bərabər 0 anından sonra daha doğrusu bu başlayır bərabər yeniləşən hərəkətlə yerə çatır, düzdürmü? Bərabər yeniləşən hərəkət edir. İndi davam edirik. Mənə verir nə? Mənə verir h1. Gəlin buradan yazmaya çalışaq. H1'i mənə verir, h-a bərabərdir deyir. Boş maksimal deyir, hündürlüyə qalxır. Verir, h-a bərabərdir. Sonra mənə nə verir? Mənə verir ki, n-ləri. Deməli, yazacağım. Testini 2 dəfə azaltdıqda, deməli, n2 bərabərdir. Bu şəkildə onun nisbəti belə yazır. n2 bərabərdir. n1. İndi baxıram, deyir nə?
Tezlik deyir 2 dəfə azaltmaq. 2 dəfə azaltmaq nə deməkdir? 2-yə bölmək deməkdir. Deməli, n1-i bölürəm 2-yə. Buradan da tapa bilərəm ki, n1 nəyə bərabərdir? n1 bərabərdir yazsam, n1 bərabərdir çarpaz oranda olacaq 2n2. Deməli, n1-in yerinə 2n2 yaza bilərəm. Məndən soruşur ki, h2-ni tap. O hansı maksimal hündürlüyə qalxar? Şu ki, bərabərdir sual yazacağım. Mən bilirəm ki, bax, buradan h-ı tapmaq üçün, ünlü h-ı tapmaq üçün h bərabərdir başlanğıcdakı V0-ın kvadratı çıxılsın V kvadratı bölünsün 2A şəklində yaza bilərəm. Bu düstur bizə əvvəlki mövzulardan tanışdır. İndi baxaq şəklə. Bax, bizim qurduğumuz şəklə əsasən deyir ki, baxıram ki, buradan V0-a gələnə qədər, yəni 0 olan ana qədər mənim hərəkətim nədir? Bərabər yavaşlayandır. Deməli, bərabər yavaşlayandırsa, başlanğıcdan sonu çıxarıq. Yeniləşən o hərəkət, yəni ki, bu hissədə isə biz nə edirik? Sondan, yəni ki, V-dən V0 çıxacaq. İndi baxıram ki, mən dedik ki, təpə nöqtəsində sürət 0-a bərabərdir. Son sürətim. Deməli, buradan ifadəmdə bunu artıq V kvadratını 0-a bərabər götürsəm, bu gedəcək. Onda gəl bunu əlavə bir dənə maksimal sözü yazaq. Deməli, h maksimal üçün yeni düsturumuz necə olacaq? H maksimal bərabərdir V0-ın kvadratı bölünsün 2A şəklində yazacaq. Deməli, son ifadəmiz oldu bu şəkildə. İndi mən də bilirəm ki, V üçün hansı düstur yaza bilərəm mən? V bərabərdir 2πn-r yazaram, düzdürmü? Mən elə bir düstur seçməliyəm ki, orada mənə verilən kəmiyyətlərdən olsun. Məndə də burada n soruşduğuna görə bu şəkildə bir düsturumu seçdim. İndi mən burada baxmalıyam. Gətirib, əvvəlcə gəlin yerinə qoyaq. Deməli, burada nə olacaq? Deməli, burada V0-ın kvadratıdırsa, o zaman mən bu ifadəni, yəni 2πn-ri kvadratda yazacağım. Yaxşı da var bir dənə 2a. 2a'ya da mən J deyə bilərəm. Düzdürmü? Gəlin bunda J. Deməli, bu zaman kvadrat olduğuna görə ifadəm hansı şəkildə olacaq? 4pi kvadratı. Bunu birinci variantda ümumi bir mötərizədə yazın. Üstünə kvadrat işarəsi qoyun ki, hər birinə aiddir. 4pi kvadratı, n kvadratı, n kvadratı bölünsün 2j. Bu şəkildə yazdıq. İndi buradan da biz ixtisarlarımızı aparıb sadələşdirsək, bu 4 ilə 2-nin biri gedəndə burada qalacaq 2. İfadəm bu şəkildə olacaq. 2 pi kvadratı n kvadratı r kvadratı bölünsün j. İndi mən buradan h-la n-ə baxmalıyam, düzdürmü? Baxıram ki, bax, burada n, burada h. H-la n-ə baxıram ki, bunlar nədir? N-im sürətdədir. Deməli, düz mütənasibdir bu kəmiyyətlə. Ona görə də mən nə yazacağım? Bunların asıllığını yazanda məndən h2-ni tap dediyinə görə sürətdə yazacağım. h2 bölünsün h1 bərabərdir. n2 bölünsün n1. Bir də mən burada n2 bölünsün n1 yazdım. Baxıram ki, özdə burada nədir? n kvadratdır. Deməli, bu ifadəmi kvadrat şəklində yazacağım.
Mən də buradan əvvəldən demişəm ki, N1-in yerinə 2 N2 qoyacağım. Deməli, N2 qalsın, N2 qalsın olduğu kimi. Məxrəcdə yazım ki, 2N2 kvadrat olduğunu da unutmuruq. Aha, bu şəkildə yazdım mən. Mən burada ixtisar aparsam qalacaq nə? Məxrəc n kvadratların n2-lər daha doğrusu ixtisar gedəndə qalacaq 1 bölünsün 2-nin kvadratı. Bu şəkildə kvadrat alınacaq bizdə. Daha sonrası bu bizə nəyi verər? 1 bölünsün 4-ü verir. Yazaq 1 bölünsün 4. Deməli, H2-nin H1-ə nisbəti bərabər oldu 1 bölünsün 4-ə. İndi biz buradan nəyi tapa bilərik? Biz buradan soruşur ki, H2-ni tap. Deməli, buradan birbaşa H2-ni tapsam, H2 bərabərdir. Fikirləşirəm ki, çarpaz vurulur ifadəm. O zaman olacaq nə? H1 bölünsün 4. Düzdürmü? Mən də indi burada H1-in yerinə mənə əvvəldən verib H-dır. İfadəm onda bu şəkildə düşəcək. H bölünsün 4. Və bu zaman bizim burada o cavabımız olacaq H bölünsün 4. Yəni sorumuzun cavabı olacaq B variantı. Deməli, maraqlı bir sual tipi ilə davam edirik. Deyir ki, yer səthindən şaqili yuxarı atılmış cismin sürətinin modulunun zamandan asılı qrafiki verilmişdir. Yəni, V-nin tezdən asılı qrafikini verir. Cismin bir başlanğıc vəziyyətdəki sürətini hesablayın. Deməli, biz burada qrafikdən baxsaq, V0-ın qiymətinin burada olduğunu bilərik. Buna əsasən biz hərəkətimizi təsvir etməyə çalışsaq, tutaq ki, bax, belə bir düz xətdir. Cisimlə buradan atır və o cisim gəlir yenidə əvvəlki vəziyyətinə qayıdır. Deməli, burada mən nə bilirəm? Bilirəm ki, ən təpə nöqtədə V bərabərdir 0 yazıram, düzdürmü? Bunu yazdım ən təpə nöqtə üçün. İndi V bərabərdir 0 alına çatana qədər mənim hərəkətim olur nə? Bərabər yavaşlayan hərəkət. Olur, mənim hərəkətim bərabər yavaşlayan. Artıq V bərabər 0 anından sonraki hərəkətim isə yerə çatana qədər ki, hərəkətim olur bərabər yeyinləşən hərəkət. Aha. Deməli, V bərabərdir 0 anına qədər olan mənim T zaman müddətim üçün deyirəm, nədir bu? T qalxmadır, düzdürmü? Və bu V0-dan sonraki ikinci vəziyyət üçün. Gəlin bunu ikisi ayıraq, bura olsun 1, bura olsun 2, ifadə eləmək daha rahat olsun. Deməli, ikinci hissə üçün, yəni bura üçün yazıram nə? T düşmə. T düşmədə yaza bilərəm buna. Burada yaza bilərəm T uçuşda. Bura yazaram T uçuş. Bu şəkildə yazarım. Düzdürmü? Mən də bilirəm ki, T uçuş nədir? 2 dənə T qalxmaya bərabər. T qalxma bərabərdir 2 T uçuş şəklində yaza bilirəm. İndi biz buradan nə edərik? Mənə deyir ki, V bərabərdir 0 və mənə deyir ki, başlanğıc sürətini hesablayın, düzdürmü? İndi mən burada belə bir düsturum var. Əsas ana düsturumu yazdım. Deməli, V bərabərdir V0 çıxılsın AT. Düzdürmü? Mən burada A-nı AT qalxma olacaq da bizdə. A-nı J ilə əvəzləyərəm. Gəlin buradan yazaq ki, A bərabərdir J yazacağım. Bundan sonra A bərabərdir J yazacağım. İndi gəlin yazaq. Deyib ki, bizə V bərabərdir 0-a getdi. 0-a getsə, yeni ifadəm bu şəkildə olacaq. 0 bərabərdir V0 çıxılsın. A-nın yerinə J yazıramsa, ifadəm olacaq J tez şəklində. Aha. İndi buradan mən V0 tapmalıyam, düzdürmü? Deməli, V0-ın da bərabər olacaq nəyə? RT-yə. RT-yə. Özdə hansı T-yə? Qalxma müddətindəki zamanı.
Tek qalxma. Tek qalxmanı da mənə burada nə verib? Özü 3 verib. J'nin qiyməti də 10'dur. Deməli, ifadəm bu şəkildə olacaq. 10 vurulsun 3. 10 da 3'e vuranda cavabım olacaq 30. Bu şəkildə. Növbəti sualla davam edək. Bizə sualın şərtində deyir ki, hamar üfüqün müstəvidə qoyulmuş M, 2M və 3M kütləli 3 kub sapla bir-birinə bağlanmışdır. 3M kütləli kub F bərabərdə 60 Newton qüvvə ilə dartılır. T gərilmə qüvvəsini hesablayın. Sürtünmə qüvvəsini nəzərə alınır bizdə. Aha. Deməli, biz bu sualda nələrə diqqət etməliyik? Gəlin yazaq. Bizə deyir ki, F bərabər nədir? 6 Newton. F bərabərdə 6 Newton. İndi baxıram ki, T gərilmə qüvvəsi nədir? Baxıram ki, T gərilmə nədir? İp hardadır? T gərilmə buradadır. Deməli, T gərilmə kimi də artır? M-i də artır. Düzdürmü? Ona görə də buna yazacağım nə? M yazacağım. Düzdürmü? Çünki sadəcə M-i də artır. Baxıram ki, T kimi də artır? Özündən sonraki, yəni ki, ipin istiqamət qoyub ox, özündən sonrakini dartır. Düzdürmü? Elə bil ki, bu istiqamətdə tutub dartır. Bu istiqamətdə tutub dartılacaq kim var? M var. Və T bərabər yazacağım M. M A'ya. Düzdürmü? Qıva olduğu üçün M A ilə yazaram. İndi bizə F-i 6 Newton verir və mən baxıram ki, bu F kimləri özündən bir yerdə dartır. Baxıram ki, bir dartır, buradakı M-i 1'dir, bu 2'dir, bu da 3'dür. O mənə verdi ümumilikdə nəyi? F bərabərdir 6 M-i verdi, düzdürmü? Dartmaq demək, belə deyim də, iplə tutub dartıram, yəni özümdən sonrakini dartıram. Belə düşünün. Aha, bizdən soruşur ki, gərilmə qüvvəsini hesablayın. Gərilmə qüvvəsi üçün də biz nə bilirik? Deməli, gərilmə qüvvəsini tapmaq üçün biz nisbət şəklində yaza bilərik ki, T bölünsün F. Buradan da T'nin yerinə qoyacağım mən M-A. Düzdürmü? F'in də yerinə qoyacağım 6M-A. 6M-A. M-A'lar ixtisar gedəndə bizdə sürətdə qalacaq 1. 1, məxrəcdə qalacaq 6. İndi mən buradan deməli yaza bilərəm ki, çapraz vursam 6T bərabər olacaq 1F-ə. Yəni buradakı F-i 1'ə vururam, sadəcə F yaza bilərəm. 6T bərabər olacaq F-ə. Burada da mən T-ni tapmaq istəyirəmsə, T bərabər olacaq nə? F bölünsün 6. İndi mən baxmalıyım ki, məsələnin şərtində bizə 6 F-in qiymətini nə verir? Həmin qiyməti gətirib 6'ya bölməliyəm. Deməli, məxrəcini yazdım 6. F-i də verir mənə 60 Newton. Deməli, burada 60 Newton yazmalıyam mən. F-i verir 60 Newton. Gətirib yerinə qoyuram. 60'ı da bölsəm 6'ya, mənə olacaq cavabım 10 Newton. Bu şəkildə. Belə videoların davamını gəlməyini istəyirsinizsə, daha çox izahları istəyirsinizsə, bizim kanalda yaza bilərsiniz. Yorumlarda qeyd edə bilərsiniz ki, ən çox hansı mövzuda olan hansı sualların izahını istəyirsiniz. Hələlik bugünlük məndən bu qədər.